Şair Musa Yaqub demiş, taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, itirəcəyiksə bir-birimizi, xatirəm yadında qalmayacaqsa, bu əllər mənimki olmayacaqsa, bu tellər mənimki olmayacaqsa, sən Allah özünə öyrətmə məni, hicran qoxusuyla göynətmə məni. Ofeliya xanım, bildiyim qədər ömür yollarınızın kəsişməsinin maraqlı tarixçəsi var. Talih sizi Qəbələdən, onu Sumqayıtdan bir araya gətirdi. Bəlkə də Musa Yaqub biraz zamanı qabaqlayıb bu misraları, bugün o həyat yoldaşını, sevdiyi insanı o məzar daşında, o məzar daşından boylanan şəkillərdə tapan şəhid xanımlar üçün demişdi. Çox gözəl bir qarşılaşma idi Polad Həşimovla mənim görüşüm. O görüş çox uzun çəkmədi. 17 il çəkdi, çox qısadır, çox. Çünki Polad Həşimovu yaşamaq çox gözəl idi. Hər zaman deyirəm ki, mən Polad Həşimovla 17 il, yox, bəlkə əsrlərlə bir həyat. 77 il, bəli, sizin çıxışlarınızın birində belə bir ifadə etmişsiniz. Bəli, 77 il yaşamışam. 1.77-də yaşayardım, 1.77-də gedərdim o yolu. Bax, məsələn, bu verilişə gəlməzdən əvvəldə onunla hazırlaşmışam bu verilişə. Verdiyim bütün qərarlarda, hər yola çıxanda, hər evə qayıdanda, bəzən sual verirəm ona, təsəvvür edirsiniz, bunu başqa şəkildə anlamayın. Bu artıq bizim yaşadığımız real bir həyatdır. Xüsusilə Polad Həşimovla mənim aramdakı münasibət onu vadar eləyir məni bu cür yaşamağa. Yəni, mən hər an, hər saniyə onunla, yəni Ofeliya Salmanova, Polad Həşimov adları nə yaxşı ki qoşadı.